Uşaqlar, bugünkü dərsimiz kompleks ədədlərdir. Ümumiyyətlə, riyaziyyatda ədədlər iki yerə bölünür. Ədədlər iki yerə bölünür. Birincisi, həqiqi ədədlərdir. İkincisi, kompleks və yaxud da buna deyirik, xəyali ədədlər. Yadınızda mən sizə deyirdim ki, məsəl üçün, kvadrat tənliyin iki dənə müxtəlif həqiqi kökü var. Niyə həqiqi sözünü işlədirdim? Bu dərsə görə. Çünki birazdan biz kvadrat tənliyin kompleks kökünü də tapa biləcəyik. Yəni, xəyali və yaxud da kompleks eyni məna kəsb edir. Həqiqi ədədlər haqqında da danışmıram, danışmışam da iki yerə bölünür, rasional, irrasional, onları bilirik. Biz bugün təzə mövzunu, kompleks, yəni xəyali ədədləri öyrənəcəyik. Xəyali ədədlər əslində həm həndəsi formada verilə bilər, həm cəbri formada. Sizin bəxtiniz gətirdi ki, həndəsi forması çətinlidir, çıxartdılar imtahandan. Yəni, son 2 ildə 2023-ə qədər düşürdü, 2024-dən artıq düşmədi. Şanslısınız və sual sayı çox azı topluda, 90 neçə testi cəmi və imtahanda çox asan düşür. Kompleks ədədlərin ona görə biz həndəsi hissəsini yox, cəbri hissəsini öyrənəcəyik. Yəni, cəbri formada yazılışını öyrənəcəyik. Yadda saxlayın, kompleks ədədlərin ümumi cəbri formada yazılışı belədir. Z bərabərdir A üstəgəl B-i. Z burada kompleks ədəd deməkdir. A ilə B nədir? A kompleks ədədin həqiqi hissəsidir. B-i isə xəyali hissəsidir. Deməli, A nə oldu? Həqiqi hissə oldu, B xəyali hissə. Biz də demişdik ki, terminlər ingiliscə olduğuna görə, həqiqi sözlər real söz deyil ingiliscə. Ona görə A hərfini R-E kimi yazılsa, R-E mötərizdə Z yazılsa, yəni Z-nın həqiqi hissəsi. Bu nədir? A-dır. Və yaxud da həqiqi hissənin əmsal da deyə bilərik biz buna. Bir də xəyali hissə var. Xəyali sözü də ingiliscə mən biləni imagine sözüdür də, xəyal, təsvir. Ona görə im yazılır, im. İm-Z. Yəni, biraz ingiliscə anlayışınız olsa tutacaqsınız söhbət nədən gedir. İm-Z xəyali hissədir. R-E-Z həqiqi hissədir. Və yaxud da həqiqi hissənin əmsalı, xəyali hissənin əmsalı. Bu da bizdə B hissəsidir. Bildiniz? Xəyali hissənin əmsalı, həqiqi hissənin əmsalı. Bura qədər aydındır. Bəzi kitablarda elə verəcəksə şərtdə ki, yəni həqiqi hissə budur, xəyali. Bəzən verməyəcəksən, özün bilməlisən burada. Deməli, kompleks ədədin cəbri şəkildə bu oldu. Və bu kompleks ədədin qoşması anlayışı var. Biraz kök altı dərsini oxşuyur bu dərs. Qoşma olanda üstündə xətt çəkilir uşaqlar. Bax, üstündə belə xətt çəkilsə bu qoşma deməkdir. Və qoşma təbii ki, A-B-i olar da burada. Bu adlanır kompleks ədədin nəyi? Qoşması. Bir dənə nümunə yazaq sizin üçün. Lövhəni silirəm, videoya edirəm, atılacaq qrupa, yəni narahat olmayın, hər bir şey görəcəksiniz. Bunu sildik. Məsələn, yazır ki, Z bərabərdir, misal nümunəsi və imtahana düşən misalı yazıram. Yəni, 2025 buraxılışa düşən sualı yazıram sizin üçün. Z bərabərdir 4-3i kompleks ədədinin qoşmasını tap. Çox çətin sualda. Nə olacaq cavab? 4-3i. Bu qədər bəsit. Yəni, bunu da yaza bilməyən uşaqlar olmuşdur. Çünki anlayışı yoxdur mövzuda. Çətindir. Görsünüz də nə qədər asan mövzudur. Bir dənə isə çaşdırıcı məqam nə ola bilər imtahanda? Bax, deyər ki, sənə, kök altda da var bu çaşdırıcı məqam. Deyər ki, Z bərabərdir. Mən Z-i belə yazıram, istəyirsən adı Z hərfi kimi yaz. Yazar ki, 3i çıx 5-in qoşmasını tap. Məsələn, 50 buna sırazı 3i üstə 5 yazacaq imtahanda. Necə? Bax, birinci burada biz bilməliyik ki, kompleks ədədin ümumi şəklində birinci A gəlirdi, yoxsa B-i gəlirdi? A. Burada A hansıdır? 5-dir o. -5. Birinci bunu normal şəkildə gətirək. Bunu sənə çaşdırmaq üçün belə yazır. -5. Sonra bu da müsbət 3 idi. Bu bunun əsl halıdır. Düzdürmü? Qoşma deyəndə ortadakı işarə dəyişir. Cavab -5 çıx 3 olur. Bildiniz nədir? Nə badə 3 üstə 5 yazasınız variantlarda olacaq. Birinci həmişə ədəd gəlir, sonra i olan hissə gəlir. Ədəd olan hissə həqiqi hissə adlanır. İ olan hissə xəyali hissə adlanır. Oldu? Bir çətinliyi var bura kimi uşaqlar. Belə. Yenə deyirəm, qeydlərinizi götürə bilərsiniz, götürməsəz də olar. Əsas qulaq asın. Video atacam, rahat evdə köçürərsiniz nə lazımdırsa. Video yaxşıdır ki, bir şeyi 3 dəfə desəsən, təzədən qoşub baxa bilərsən də hardan çətinlik çəksən. Çalışacağım ikinci hissənin mövzularını çəkiliş edeyim, çünki çətin mövzulardır. İndi uşaqlar, silirəm lövhəni. Biz əsas nəyi bilməliyik? Ən çox sual buradan gəlir. Keçən səfər Nəsir də dedi ki, i nə olan şeydir? Yadda saxla, i xəyali vahiddir. Xəyali vahid.
Və sən ən önəmli nəyi bilməlisən burada? I kvadratının mənfi 1 olduğunu bilməlisən. Hamı bilməlidir bunu. Bunu bilsən, sadə hesabların hamısını edəcəksən. Bundan sonra biz mənfi 1 yerinə i kvadratı qoya bilərik və yaxud da i kvadratın yerinə mənfi 1 qoya bilərik. Onda sizcə i üstü 4 neçə olar? 1 olar. Niyə 1 olar? Çünki i üstü 4 bunun kvadratıdır, yəni bunun kvadratıdır. O da 1 eləyər. Yəni bu ikidən anlayışı bilsən əzbər. Bütün misal nümunələrini, i-yə aid bütün misal nümunələrini yazacaqsan. Gəlin bir iki dənə misal yazaq sizin üçün. Məsələn, düşüb sənə imtahanda belə bir sual. Misal. Yazıb i kubu üstə gəl i üstü 501 çıx i kvadratı. Deyir bunu sadələşdir ya da hesabla. Diqqətlə qulaq asaq, sadələşdir. Necə eləyəcək? Biz burada bir dənə i kvadratını bilirik ki, mənfi 1-dir. Amma i kubunu bilmirik, 501-i bilmirik. Düzdür? Biz bu qüvvətləri çalışacağıq, bunlara oxşadaq. Biz təbii ki, 3-ü 4-ə oxşada bilmərik. Amma 3-ü kvadrat kimi yaza bilərik də. Necə yazarıq bunu? I kvadrat vur i kimi. Çünki bunun üstündə 1 var. 2 ilə 1 toplamda 3 eləmir? Eləyir. Böyük qüvvətləri də 4-ə gətirsək daha yaxşı olar. Bunun üçün ən asan yol deyəcəm sizə. Çox böyük qüvvətlər olanda həmin qüvvəti bölürsən 4-ə. 4-ə niyə bölürük? Çünki hər 4 dəfə 1 eləyir. 4-ə bölüb qalığı tapırıq. Qalıq neçə eləyər 4-ə böləndə? 1 eləyər, düzdürmü? O 1-i yazırıq i-nin üstünə. Burada qalıq nə olsa i-nin üstünə yazırıq. Onda bu i üstü 501 əslində i üstü 1-dir, yəni i-dir. I kvadrat neçə idi bayaq dedik? Mənfi 1. Burada da çıxma var, bir də bunun öz mənfisi var. İndi sadələşdirək. I kvadrat neçə idi? Mənfi 1. Mənfi 1 vur i, üstə gəl i, bu iki mənfi toqquşur, üstə gəl 1 olur. Deməli, mənfi 1-i i-yə vuranda mənfi i eləyir, üstə gəl i, üstə gəl 1. Bunlar da gedir, cavab olur 1. Başa düşdünüz? Yəni tam imtahana uyğun sual yazdım. Çətin bir şey yoxdur. Böyük qüvvətləri 4-ə bölürsən, qalığı i-nin üstünə yazırsan. Balaca qüvvətləri zaten parçalamaq olursa i kvadrat kimi parçalayırsan, i kvadratın özünə mənfi 1 yazan. i-ləri heç nə yazmırsan. i olduğu kimi qalır. i-lər elə i kimi də qalır. Oldu? Bu da sizə misal nümunəsi. Yəni bunların ikisini yaxşı bilin. Bu yolda ən asan yoldur. Başqa nə ola bilər? Başqa belə suallar ola bilər. Məsələn, sənə deyəcək ki, var videoda da, narahat olma. Yazmasan da olar, qulaq as. Videoda baxarsan, yazarsan misallar. Deməli, belə bir misal yazacağım sizə. Deyəcək ki, kəsir formasında olanlar necə olacaq? Yazacaq ki, belə bir şey. i çıx 3 böl i üstə gəl 4. Belə bir sual yazılıb. Yazıb ki, bunu z bərabərdir. Bu komplekslərdir. Cəbri şəkildə yaz. Uşaqlar, yadda saxlayaq ki, cəbri şəkildə yaz deyirsə, ümumiyyətlə biz kompleksləri biraz kökaltıya bənzədir yaxud. Çalışacağıq ki, necə ki kökaltıda məxrəcdə kök işarəsi olmaz da, elə yazılış biraz pis görsənir. Bunu da çalışacağıq ki, məxrəcdə i olmasın. Elə deyək ki, məxrəcdə i olmasın. Ona görə məxrəci də, surəti də məxrəcin qoşmasına vuracağıq. Bildiniz nə deyirəm? Məxrəci də, surətdə məxrəcin qoşmasına. Onda bunu belə eləyəcək. Yuxarıya əldə etməyəcək, aşağıya da əldə etməyəcək. Yuxarını da, aşağını da vuracaq. Aşağının qoşması nədir? Kimdir? i çıx 4. Bunu da vururam i çıx 4-ə. İndi aşağı müxtəsər düstur olur da həmişə. Bir dəfə toplama, bir dəfə çıxma. Təzə keçmişik. Birincinin kvadratı çıx, ikincinin kvadratı. Yuxarını da vurub aça bilərsən də i-ni i-yə vur. i kvadrat, i-ni mənfi 4-ə vur. Mənfi 4-i, mənfi 3-ü i-yə vur. Mənfi 3-i və mənfi 3-ü mənfi 4-ə vur. Müsbət 12. i kvadrat neçə idi uşaqlar? Mənfi 1. Bu da çıx 16. Fikir ver, məxrəcdə i olmadı. Mən də o lazımdır. Yuxarıda hesablayaq. i kvadrat neçə idi? Mənfi 1 deyildi. Mənfi 1. Bu ikisi mənfi 7 i eləyir. Bu da müsbət 12. Biraz da sadələşdirək, belə qalmasın da. Mənfi 1-in üstünə 12 gələndə 11 eləyir. Çıx 7. Böl. Bu neçə eləyir? Mənfi 17. Belə də qala bilər. Əgər belə cavab yoxdursa, çalışın mənfini kəsirin qabağına atın. Belə yazın. 11 çıx 7 i böl 17. Əgər belə cavab da yoxdursa, belə də yaza bilərik bunu. Deməli, kəsri parçalaya bilərik. Mənfiyə dəyməliyik, kəsri parçalayarıq. Birinci 11-i 17-yə bölərik. Sonra mənfi 7-ni 17-yə bölüb yanına i yazarıq. Bildiniz nə deyirəm? Belə. Ya da mənfini istəyirsən vurub aça da bilərsən, belə də yaza bilərsən. Mənfi 17-də 11, üstə gəl 17-də 7 i. Məsələn, bu kompleks ədədin həqiqi hissəsinin əmsalı neçədir?
Mənfi 17, 11. Xəyali hissəsinin əmsalı neçədir? 17-də 7. Belə. Yəni, mən özümdən yazdım, biraz qəribə alındı dedilər. Daha da rahat ola bilər misal. Test olsa da bunun kopyası var bu suallardan. Bura kimi kimin çətinliyi var desin. Bir də baş salıram. Əgər kompleksdə kəsr formasındadırsa və məxrəcdə i varsa, onda məxrəci də, surəti də məxrəcin qoşmasına vururuq. Məxrəcin qoşması bunun çıxmasıdır da, elə bil ki. Toplamadsa çıxmasına vururuq, çıxmadsa toplamasına vururuq. Aşağı həmişə müxtəsər vurma düsturları olur. Sən bir dənə bax, əli gör, o tərəf düşür, o yazdığım axırıncı hissə düşür orada. Hə, deməli, bunun qoşmasına vuranda müxtəsər vurma düsturu oldu. Olur, i kvadrat çıx 16. Burasını başa düşdün? Qoşmasına vurdu. Bunu da adi vurub açdın da, vurub açırsan belə bir şey alınır. i kvadrat yerinə -1 qoydum, sadələşdirdim. -1-in üstünə hoş gəldim, 11 elədi. -7 i əldə etmədim, bu da -17 elədi. Mənfini məxrəcə yazmırıq da, kəsrin qabağına atırıq ki, pis görsənməsin. Olur belə bir şey, mənfi qabaqda yuxarını köçürəm, aşağını köçürəm. Əslində cavab budur. Birdən belə cavab olmasa variantlar, dedim ki, parçalaya da bilərsən. Mənfi əldə etmirəm, niyə mötərizə aldım, qarışmasın bunlara. Birinci bunu buna bölürəm, sonra bunu buna bölürəm. Onu da biraz sadələşdirsəm, hər tərəfi mənfiyə vururam, bu mənfiyə. Bu mənfi olur, bu müsbət. Deməli, bu həqiqi hissənin əmsalıdır, bu xəyali hissə. Həqiqi hissənin əmsalı belə yazılır, bax, R-E, yəni real hissə. -17-də 11 və xəyali hissə, yəni imagine sözünə görə 17-də 7. Kim başa düşmədi desin. Yəni, nisbətən çətin suallar belə ola bilər. Nisbətən çətin suallar, kəsir formasında. Qalanları çox sadədir. Belə, silirəm. Sonra başqa görək nələr var orada, demədiyim nələr var. Köhnə topludan, hələ ki təzə toplu çıxmayıb, yəni noyabrda çıxacaq mən bilən. İndi təzə toplu çıxsa oradan da işləyərik. Görək təzə sual varsa işləyərik, köhnə olsa işləməyik. Belə, bunlar asandır, yəni bunları rahat işləyəcəksiniz. Gəlin biraz fərqli yazaq. Məsələn, yazaq belə bir sual, topludan işləyirəm. Sual belədir. Uşaqlar, diqqət eləyin. Yazır ki, mötərizədə 1 çıx i-nin mötərizə kvadratı üstəgəl 2 üstəgəl i kompleks ədədini cəbri şəkildə yaz. Nəsib, qulaq az. Bu hansı düsturdur? Müxtəsər düstur. Necə açılar? A çıx B-nin kvartda necə açılar? Birin kvartı çıx, bir-birinə vurub 2-yə vururam. 2i üstəgəl i-nin kvadratı. Bu tərəfdə olduğu kimi köçürdürəm. Mən sizə dedim ki, i kvadratı gördüyün yerə nə yazırsan? i kvartı yerinə -1 yazırsan. Y yazaq da onda bərabərdir. 1 çıx 2i'yə əldə emirəm, bura -1 yazıram, bunlara da əldə emirəm. İndi müsbət 1-lə -1-i Allah rəhmət eləsin. Nə qaldı yerdə? Qaldı deməli, mənfi 2i üstəgələk 1i, -i eləyir də, düz deyil? Üstəgəl 2. İstəsən belə saxlayasan, istəməsən belə də yaza bilərsən. Görsən ki, variantda belə şey yoxdur. Birinci müsbət 2-ni yazıblar onda. Müsbət 2, sonra -i. Yəni, bunlar ikisi də eyni şey deməkdir. Ya birinci -i i-ni yaz, ya birinci müsbət 2-ni yaz. Fərqi nədir ki? Bildiniz neynədim? Müxtəsər vurma düsturu ilə açdım. Biraz da çətinləşdirək. Məsələn, siz üçün belə bir sual yazaq. Məsələn, belə bir sual. Bunu silirəm. Sualımız belə olsun. Topludan seçirim sualları. Yazır ki, n kvadrat üstə gələk. Tutalım ki, 16. Desin ki, bunu 2 qoşma kompleks ədədin cəbri şəklində yaz. 2 qoşma kompleks ədədin cəmi şəklində yaz. Yəni, müxtəsər vurma düsturu kimi göstər. Siz bilirsiniz ki, burada çıxma olsaydı əgər, bax, n kvadrat çıx 16 olsaydı, bu necə açılardı? N çıx 4, n üstə 4. Düzdürmü? Biz artıq i kvadratının -1 olduğunu bilmirik. Onda mən bunu -1 eləmək üçün nə yazaram yanına? i kvartı. Yəni, n kvadrat çıx 16 i kvartı yazsam, uşaqlar, i kvadrat -1 deyil. Bu mənfi də vurulacaq, müsbət 16 olacaq da. Yəni, bu elə buna bərabərdir də. Onda mən bunu necə açaram? n çıx 4i, bir də n üstə 4i qutardı. Bu qədər bəsit. Çatdı fikrim. Belə bir sual. Başqa nə var burada görək? Ümumiyyətlə, belə suallar olacaq sizə. Deyəcək ki, məsəl üçün, z bərabərdir a, z1 olsun bu. a1 üstəgəl b1i. Bir də yazacaq z2 bərabərdir a2 üstə b2i. Deyəcək ki, a-nın və b-nin
hansı qiymətlərində? Tutaq ki, sorsun ki, məsələn, Z1 üstə Z2 desin də burada. Yəni, bunların kompleks ədədlərin tutaq ki, cəmi sırf xəyali ədəddir. Belə bir sual desin bizə. Sırf xəyali ədəddir. Xəyali hissə hansı hissədir, dostlar? İyi olan hissələr, yəni bu hissələr, düzdürmü? Bunlar xəyali hissə deyil də, bunlar həqiqi hissədir. Biz əgər sırf bir Azərbaycanda yəni yalnız deməkdir. Yəni biz burada i saxlamaq üçün gərək A-ları neyiniyək? Silək də, onda A-lar bir-birinin gərək əksi olsun. Niyə görə? Çünki cəm demişəm. Biz də bilirik ki, əks ədədlərin cəmi sıfır eləməyir. Yəni bunları toplayanda bunların getməsi üçün biri məsələn müsbət 3, biri mənfi 3 olmalı deyil. Onda A-lar bir-birinin nə olmalıdır? Əksi olmalıdır. Bunu belə də yaza bilərlər. Və ya əksən deməkdir, cəmləri sıfır deməkdir. Yəni bunlar ikisi eyni sözdür. Amma bunlar isə mütləq bir-birindən fərqli olmalı ki, onlar getməsin də. Yəni biz istəyiriksə xəyali hissə qalsın, gərək xəyali hissələr bir-birindən fərqli olsun, həqiqi hissələr bir-birinin nəyi olsun? Əksi olsun. Amma əksinə desəydik ki, sırf həqiqi hissə olsun, onda əksinə. Onda bunlar bir-birindən fərqli olacaq, bunlar bir-birinin əksi olacaq. Ehtiyac var onu yazmağa. Bir də deyirəm, sırf xəyali hissə istəmir, xəyali hissə onda bir-birindən fərqli olmalıdır, bunlar bir-birinin əksi olmalıdır. Sırf həqiqi hissə istəsə, bunlar bir-birinin bir-birindən fərqli olmalıdır, bunlar bir-birinin əksi olmalıdır. Yəni bunun tərsi olacaq da. Buna aid də sual nümunəsi var. Yəni bu tip suallar çoxdur, topluda işləyəcəksiniz, görəcəksiniz. Mən sizə 2 il dalbadal düşən sualı yazmaq istəyirəm buraxılışa. Yəni bu sualı da mən demişdim ki, belə bir sual düşə bilər. Səhərsi gün getdi, uşağa düşdü 2022-ci ildən danışıram. Bax, sualı yazıram sizin üçün. Qəbul sualı. Buraxılış sualı da yəni. Biraz rəqəmləri dəyişirəm. İndi bu sualları yazmaq istəmirəm də sizin üçün. Məsələn, yazıram z kvadrat üstə gələk 16 böl z çıx 4i üstə gəl z kvadrat üstə gələk 49 böl z çıx 7i bərabərdir 20 üstə gələk 5i. Desin ki, bunu z kompleks ədədinin həqiqi hissəsini tap. Həqiqi hissəni tap. Tutaq ki, belə bir sual düşüb bizə. Bax, çox qəşəng sualdır və dalbadal imtihana düşən sualdır. Bəli. Bunu orta məxrəc falan eləmə aləmi qatarsan bir-birinə. Diqqətlə baxın, heç nə yazmayın hələ. Qəbul sualı yazdım sizin üçün. Mən bayaq dedim ki, çalışın, məxrəcdə i saxlamayın. Gülər, bax, məxrəcdə i saxlamayın dedim. Və mən bayaq sizə dedim ki, biz axı bilirik, i kvadrat mənfi 1-dir. Bundan sonra biz məsələn, müsbəti mənfi eləmək üçün yanına i kvart yazacaq. Məsələn üçün, mən müsbət 4-ü mənfi 4 eləmək istəyirəmsə, yanına i kvart yazıram. Mən müsbət 5-i mənfi 5 eləmək istəyirəmsə, yanına i kvart yazıram. Çünki i kvadratı mənfi 1-dir, vuranda mənfi 5 olacaq. Onda mən müsbət 16-nı mənfi 16 eləmək istəyirəmsə, neyini yaram? Yanına çıx yazıb i kvartı yazaram. Təbii ki, çıx yazmalıyıq da. Bildiniz niyə? Çünki bu mənfi mənfi müsbət olsun. Aşağıya da əl dəymirəm. Bəs bunu necə yazaram? Z kvadrat çıx 49 i kvadrat. Bu tərəfə əl dəyməyək hələ ki. İndi yəqin ki, müxtəsərləri görərsiniz yuxarıda. Bu nə müxtəsərdir? Z çıx 4i, bir də Z üstə 4i. Aşağıya da əl dəymirəm. Üstə gəl. Gəldi bura. Z çıx 7i, Z üstə 7i. Aşağıya dəymirəm. Buranı da yazıram olduğu kimi. İndi baxın, bunları Allah rəhmət eləsin, getdi, bunlar da getdi. Nə qaldı? Qaldı Z üstə gəl 4i, üstə gəl Z üstə gəl 7i bərabərdir 20 üstə gəl 5i. İndi bax, bu Z, bu da Z. Neçə dənə Z elədi? 2 dənə Z elədi. Bu 4i, bu da 7i. Neçə elədi? 11 dənə i. Biz bilirik ki, Z tək qalmalıdır da. Ona görə bu 11-ini bu tərəf atıram, müsbət keçir mənfi olur. Olub 2Z bərabərdir. 20-yə əl dəymirəm. 20-yə əl dəymirəm. 5i'dən 11-i çıxanda mənfi 6i eləyir.
Bir dənə qaldı hər tərəfi 2-yə bölmək. Çünki z tək qalmalı axı bu vurmada axı. Hər tərəfi də 2-yə bölürəm ki, z tək qalsın. Olur nə? Z bərabərdir 10 çıx 3i. Deməli bu bizim kompleks ədədimizin ümumi şəkli, yəni cəbri şəkli oldu. Mənə deyir ki, həqiqi hissəni tap. Həqiqi hissə neçədir burada? 10. Deməli real z 10. Xəyali hissənin əmsalını istəsəydi? -3. Bildik? Çatmayan bir şey var. Yəni bu dəfələrlə imtihana düşən sualdır. Yenə də gələ bilər belə bir sual. Çətin deyil. Çakıb birdən ortağa məxrac edərsən, olar bəlkə də, amma uzun olacaq da, ilişib qalacaqsan, bir yerinə sonra getməyəcək. Silirəm. Çox əla sualdır bu. Bundan da bir 3 dənə salıblar topluya. İşləyərsiniz. Mən topludakı sualın özünü yazmadım, oxşarın yazdım. Rəqəmləri dəyişdim, amma onu da yazacaqsınız. Yəni çox çətin sual deyil. Sonra biraz da fərqli sual tipi yazmaq istəyirəm sizə. Komplekslərdə modul düşmür. Mən hər ehtimalı deyim də sizə. Düz düşmür. Bəlkə blokka düşər. Amma çox asandır yəni. Niyə onu çıxarıblar bilmirəm. Mən olsaydım onu çıxartmazdım imtahandan. Çox asandır və uşaqlar da hamısı düz yazırdı. Hər ehtimalı deyirəm sizə. Kompleks ədədin modulu, yəni modul Z, bu adlanır kompleks. Topluda buna sual yoxdur necəsə. Kompleks ədədin modulu. Bunu tapmaq üçün bir dənə kompleks ədəd yazıram sizə. Z bərabərdir A üstə B. Bunun modulunu tapmaq üçün kök altda A-nın kvadratı ilə B-nin kvadratını toplayırsan. Hep ki Pifagor teoremi eləyirsən də. Məsələn, bir dənə kompleks ədəd yazıram sizə. Z bərabərdir 3 çıx 4 deyir ki, sənə modulunu tap. Onda modul Z bərabərdir. Bunun kvadratının üstünə -4-ün kvadratını gəlirsən kökün altında. Mənfin kvadratı olsa müsbət eləyir. 9 üstü 16, o da eləyir 25. 25 də nəyin kvadratıdır? 5'in. Çox sadə. Orada niyə iyi yazmışam? Burada iyi yazmışam. Düsturda yazdım ona görə. Əmsalların kvadratlarını cəmi toplayır, eyni yox. Yadda saxlayın, hər hansı bir kompleks ədədin modulu ilə onun qoşmasının modulu bir-birinə bərabərdir. Çünki hər ikisində zaten kvadrat yüksələcək müsbət olacaq da. Məsələn, belə bir sual düşmüş 2019 buraxılışa. Demişdi ki, bir Z kompleks ədəd vermişdi. Məsələn, sənə deyək ki, tutaq ki, Z bərabərdir buna. Bizə demişdi ki, bunun özündən onun qoşmasının modulunu çıx. Hesablamaya ehtiyac yoxdur. Biz bilirik ki, bunlar bir-birinə nədir? Bərabər. Bərabərləri bir-birindən çıxana neçə eləyir? 0. Bildik, yəni cavab 0 idi orada. Heç hesablamaya dəyməz. Amma desə ki, baxın bir dənə, Z-in üstündə -1 yazsa, bu qoşma deyil ha. -1 bilərsiniz nədir? Tərs. 1 böl Z deməkdir bu, 1 böl Z. Onda nə edərsiniz? Məsələn, tutaq ki, bundan söhbət gedir də, onda 1 böl 3 çıx 4'ü yazarsınız. Məxrəcdə i varsa nə edərik? Qoşmaya vurarıq. 3 çıx 4 i'ni vurarıq 3 üstə 4 i'yə. Həmçinin 1 də vurarıq 3 üstə 4 i'yə. Qalan da məlum məsələdir. Bu müxtəsər düsturda ona da əldə etməliyik, sonra bayaqki kimi həll edərik. Belə. Bunları bildik. Artıq demək ki, yarısından çoxunu keçdim sizə. Çox istəsən bəlkə də keçdim. Yəni bunlarla çox misal edəcəksiniz. Görək başqa fərqli gözümə nə dəyirsə, onları da yazın sizin üçün. Sonra siz sual seçərsiniz mənə. Mən də yazaram. Belə bir fərqli sual yazmaq istəyirəm sizin üçün. Test toplusu 40-cı sual. Səhifə 152. Bu arada bu ikinci hissədir. Gedib birinci hissəni axtarmayın. Sual belədir. 1 üstə gəlik. Bilirəm ki, bunda çətinlik çəkə bilərsiniz. Böl Z bərabərdir 1 çıx i. Bizdən istəyir Z üzəri 2006'nı tap. Doğum tarixini oxşuyur. 2006. İndi gəlin bunu həll etməyə çalışaq. Birinci növbədə biz burada Z-i tək saxlamalıyıq. Z-i tək saxlayacağıq. Ona görə də nə edirsən? Bunları çarpaz vurursan, elə bir ki, Z-i vurursan 1 çıx i-yə, bərabərdir 1 üstə i yazırsan. Sonra Z-i tək saxlamaq üçün bunu buna nə edirsən? Bölürsən. Vurma bölmə olur da. Olur 1 üstə i böl 1 çıx i. Bayaq sizə dedim ki, məxrəcdə i saxlamayın. Onda nə edəcəyik? Bəli, 1 çıx i-ni də vuracaq 1 üstə i-yə. 1 üstə i-ni də vuracaq 1 üstə i-yə. Və bunlar qoşmadır. Bu nə düstur oldu? Necə yazılar? A var burada. 1'in kvadratı çıx i-nin kvadratı. Düzdür? Yuxarı da açılsa olacaq 1 üstə gəl i üstə gəl i üstə gəl i kvadrat. Belə olur da. İndi baxın. 1'in kvadratı 1 eləyir. I kvadratı -1'dir. Burada da mənfi var, müsbət 1 olur. 1 üstə 1 olur. I kvadrat bizdə nədir?
-1 bu da -1. Bunlar gedir də onda. I bu da i. Neçələrdir? 2i. Uşaqlar bu 2i bu da 2. 2'lər də getdi. Cavab oldu nə? I. Görün o boyda şeydən i alındı. İ'nin üstündə 2006 yazmalısan. Böyük qüvvətlər necə yazırdıq? Bayaq dedim. Ay sağ ol. 4'ə bölürük. Nəyi tapırıq? Qalıq neçədir? 2. İ'nin üstündə 2 yazırıq. I üstü 2 neçədir? Misal bitdi. Tam bal. Ətraflı sualdır. Yəni bu sualı, ümumiyyətlə ən çətin sualları yazdım ha sizə hələ. Bundan da asanları var. Yəni kompleks ədədi yazmamaq günahdır da imtahanda. Elə bil ki ən asan sualdır kompleks ədədi sualı. Birinci onu işləyim. Limit keçəcəm blok imtahanında inşallah. Limit də belədir. O qədər asan izah edəcəm onu. Limiti də uşaq birinci yazır. Məsələn mənim yanıma gələn uşaqlar var. Deyirəm müəllim limiti necə başa düşəcəm? Limit nə olan şeydir? Limiti keçirəm, o birisilər yaddan çıxdı. Birinci limiti yazır, kompleks ədədləri yazır. O qədər bəyənir o dərsi. Çünki asan dərsdə başa düşüləsi dərs. Sonra keçir o birislərə və ya da teoreməni birinci yazır. Teoremə asan gəlir ona. Sonra keçir o birislərə. Birinci hissə mövzuları həmişə qorxunulardan. Birinci hissə mövzularından çətin suallar düşür. İkinci hissədən asan suallar düşür. İkinci hissə mövzuları çətin olsa da, inanın onlardan ən asan sualları seçib yazılar buraxılışır. Sadə də, yəni adi yerinə qoy hesabla. Məsəl üçün ən çətini belə olar. Bu hələ çətindir. Kim başa düşmədi? Anlaşıldı da mövzu. Başa düşmədin? Bax, burada Z-i tapmalısan. Çünki Z üstü 2006'nı istəyir. Z-i tapmaq üçün çarpaz vururam da. Bunun aşağısında 1 var axı. Bunu buna vururam. Bunu da bunun aşağısındakı 1'ə vururam. Ona aydın oldu da aşağısında 1 var. Sonra burada Z-i tapmaq üçün bax vurmadır. Vurmanın tərsi nədir? Bölmə. Bunu buna nə edirik? Bölürük. Məxrəcdə i varsa dedik ki, gülər, məxrəcdə i varsa məxrəci də, surəti də məxrəcin qoşmasına vur. Bunun qoşması da bilirsən, nə yəqin toplamadır. Vurduq. Repetiyle elə bir ki. Sevincəkə çox qulaqsı deyilsən. Deməli, bu müxtəsər düsturdur. Birin kvartı çıx, i'nin kvartı olur da aşağı, düzdürmü? Yuxarıda vurdum, açdım da, biri 1'ə vurdum, 1, biri i'yə vurdum, i'ni 1'ə vurdum, i'ni i'yə vurdum, i kvartı. I kvadrat neçə idi? -1. Bu da müsbət 1. Getdilər. I üstə i neçə elədi? 2 dənə i. I kvadrat -1 daxil. Bu da mənfi oldu, müsbət 1. 1 üstə 1 neçə elədi? 2. 2 ilə 2 ixtisar getdiyinə qaldı? I. Deməli bu misalın cavabı nədir? Desək ki bunun cavabını tap, yəni Z-i tap cavabı idi. Z-in cavabı idi. Sənə deyir ki, həmin o Z-i də tapandan sonra götür 2006-cı dərəcəyə yüksəl. Sən də qorxma 2006-dan. Biz demişik ki, qüvvətlər böyük olanda nəyə bölürük? 4'ə bölürük, qalığı i'nin üstünə yazdırıq. Qalıq da 2'dir, i'nin üstü 2'də bilirsən də -1'dir. Birdən i üstü 3 olsa, qalıq 3 olsa, yəni i üstü 3'ü istəsə, onu i kvadrat vur i kimi yaza bilərsən də. O da -1 vur i, yəni -i. -1'i i'yə vurdun da, -1 nəysə vuranda mənfi eləyir də, həm nələrdən mənfi eləyir. Niyə 4'ə bölürük? Çünki dedik axı i üstü 4 1'dir. 1'dir ona görə. Çalışırıq 1'ə gətirək. Bildiniz? Silirəm, biraz da çətinləşdirək, sualı başqa sual yazaq sizin üçün. Yəni, nə qədər çətinləşdirirsən də, bundan yəni, çətin sual çox tapa bilmirəm topluda. Yenə əvvəlki topluda biraz həndəsi hissəsində var idi. Gör çəkir o, birdən dayanıb eləyə, biabır olarıq. Çəkir. Başqa, sizə belə bir gözəl sualla gəlirəm. Nəsib yığışdı da telefonu. 1 üstə gəl, kök 3, i üstü 9. Belə bir sual. Biri bunu sadələşdir. Sadələşdir. Bu tip sualları necə yazacaq? Bundan uşaqlar qorxur, hə? Nə, kub düsturu, ay sol. 9-cu dərəcəni bilmirsiniz də siz. İndi mən bilirəm də binomdur. Sizə 9-cu dərəcəni atana kimi 10 dənə hədd alınacaq, Allah bilir nə alınacaq. Vaxt gedəcək, ehtiyac da yoxdur. Ümumiyyətlə, böyük qüvvətlərdə çalışın, o böyük qüvvət, məsələn, bu 3'ə bölünürsə kub düsturudur. 2'yə bölünsəydi kvadrat düsturudur. Yadda qalar, 3'ə bölünürsə kub düsturu, 2'yə bölünsək, bunu kub düsturu kimi yazırıq. Yəni belə yazırıq. 1 üstə kök 3 i'yə əl dəymirik. Belə bir ki, adı bu beydir. Üstündə 3 yazıb, bir dənə də üstündə 3 yazıram. Çünki biz qüvvət üstünü keçəni demişdik ki, mötərizdə qüvvətlər vurulur. Vurulanda da 9 eləyir də bu tərzdə. Gəlin bu 3'ə dəyməyək, bunu açaq. Bax, birinci bunu açıram. 1 üstə kök 3 i'nin kubunu açıram. Mən sizə xatırlatma edirəm. Bu adı bu B. A üstə B-nin kubu düsturu vardı müxtəsərlərdə. Kim deyər mənə? A kubu üstə gələk 3A kvadrat B. Siz deyib, bizim müxtəsər mənim nə işimə yarayır? Görsən, kompleks ədədlərdə də müxtəsər var. Çox işimə yarayır yəni. Bu adı bu B-dir. Buna baxıb mənim üçün açın bunu. 1'in kubu 1 eləyir. Üstə gəl.
3 vur 1'in kvadratı vur kök 3i. Düzdür? Üstə gəl 3 vur 1 vur kök 3i'nin kvadratı b kvadratı. Üstə gəl b'nin kubu. Yəni kök 3i'nin kubu. Bura kimi sual olan var? Aşağını silək ki yer tutmasın. İndi həll eləyirəm. Diqqətlə baxın ha bura. 1 əldə emirəm. 3'ü 1'in kvadratına vuranda neçə eləyir? 3 kök 3'ə vuranda 3 kök 3 i eləyir. Düzdür? Kökü kvadrat hesabında 3 eləmir. Bax bu 3 əldə emirəm. 1'ə vurdum 3 əldə. Vur. Kök 3'ün kvadratı 3 eləyir. i'nin də kvadratı i kvadrat eləyir. Olur 3 vur i kvadratı. Üstə gəl. Kök 3'ün kubu nədir? Kök 3 vur, kök 3 vur, kök 3. Eləyir 3 dənə kök 3. Düzdürmü? i kubu. İndi gəlin sadələşdirək. 1 əldə emirəm, 3 kök 3 i-yə əldə emirəm. 3'ü 3'ə vuram. 9 i kvadrat neçədir? Mənfi 1'ə vuran nə olur? Mənfi 9 olmur. i kubu, bayaq dedik ki, i kubu i kvadratı vur i'dir, o da mənfi i'dir. Mənfi 1'də axı, mənfi 1'i vuranda mənfi i. Mənfi i'ni də buna vuranda mənfi 3 kök 3 i eləyir. Bunları Allah rəhmət eləsin. Nə qaldı? 1 çıx 9 neçə eləyir? Mənfi 8. Görün, nəsiyyatdan çıxmayıb. İnşallah ki, səfiyyə salım eləməmişəm. Belə. Deməli, biz bunu nə tapdıq? Mənfi 8 tapdıq. Onun da üstündə 3 var. Yəni, mənfi 8'i 3 dəfə özünə vur. Mənfi 5 son 2 olmalıdır, səhv eləmirəmsə. Kim başa düşmədi? D variantı. Hər ehtimallı cavablardan yoxlayaq ki, hesalma səhvimiz olmasın. Olsa da özünüz düzəldərsiniz. Məncə yoxdur. 53'ə baxaq. Kim başa düşmədi, bir dənə misala baxsın. Başa düşmədisə, mən bir dənə də gedim üstündən. Utanmalı bir şey yoxdur. Baxın, görün, hesalma səhvi deyəsən var. Çünki cavab mənfi 5 son 2 idi. Hesalma səhvim haradadır uşaqlar? Bir dənə baxın. Bir dənə də baxaq. Görək hesalma səhvimiz haradadır? Bu heç bunu düz yazmışıq. A ise B'nin kubu. Birincinin kubu. Üstə gəl 3 vur. Birincinin kvadratı vur ikinci. Üstə gəl 3 vur. Birinci vur ikincinin kvadratı. Üstə gəl ikincinin kubu. Olur 1 üstə gələk. 3 kök 3i. Üstə gələk. 9 i kvadrat. Çıx 9 demək zaten. Üstə gəl 3 kök 3 i'nin kubu. O da eləyir deməli. Mənfi 3 kök 3'dən müsbət 3 kök 3 getdi. Oldu. Hansı qalır? Bax da hansı qalmalı deyil. Yəqin diqqətsizlik eləmiş. i kvadratı var i-də. Bu mənfi 1 olur da onsuz. Ona görə yazmamışam. Bəs niyə cavab elə çıxdı? 54. Mən 54'ü yazdım, 53'ü yazdım. 54'ü yazmışam dostlar, düz yazmışıq. Mən 53'ün cavabına baxdım. Üzrlə hesab edin, düppədüz yazmışıq. 53'ün cavabına baxıram, 54 amma yazmışam, nə gözəl. Məndə də belə diqqətsizliklər olması. 54 dığdı mı? Bəli, düz yazmışıq. Heç bir səhvimiz yoxdur. 53'ün cavabına baxdım. Bildik, kim başa düşmədi? Dəqiq, Jale başa düşürsən. Telefonları çalsın, yığışdırın da, onsuz da telefon çəkiliş eləyirik də dayı. Çəkməyə ehtiyac yoxdur. Gəlin biraz da maraqlı sual yazımsı üçün. Bir də ondan əvvəl sizə deyim, kvadrat tənliyi deyim də. Dedim, sizə kvadrat tənliyi artıq mənfi köklərini də həll edə biləcəyik. Daha doğrusu diskriminantın mənfi halını da həll edəcəyik. Rövşən, başa düşmədiyim bir şey var. Nəsib, bax, sən deyirdin, məsələn, necə olur, o mənfi olanda həll eləmək olur. Bax, belə həll eləmək olur. Məsələn, mən bir dənə kvadrat tənliyi yazacağım sizə üçün, amma diskriminantın mənfi çıxacaq, amma yenə həll edə biləcəm. Çünki həqiqi kökü də bilirik, xəyali kökü də bilirik də, kompleks kökü. Məsələn, misal yazıram sizə üçün. X kvadrat çıx 3x üstə gələk 11 bərabərdir 0. Deyir ki, bunun köklərini tap. Bax, fikir verin. Demir, həqiqi köklərini tap. Köklərini tap. Yəni, fərqi yoxdur onun üçün. Həqiqi olsun, xəyali olsun, artıq kök olsun. Yəni, onun üçün fərqi yoxdur. Sən bunu birinci götürüb viyet eləmə. Çünki çevrilmişdə səni alladar viyet eləyərsən. Toplayanda 3 vuranda 11 elə də tapa bilməyəcəksən. Görsənmir. Görsənir. Mən qıraqda dururam onsuz da. Deməli, kvadrat tənlikdir. Biz nə istəyirik burada? Yaxınlaşdırıb elə bilərsiniz də, yəqin ki, evdə. Deməli, bunun nəyi istəyir? Köklərini istəyir.
Disk A-sı neçədir burada A-sı? 1. B-si neçədir? C-si neçədir? 11. Diskriminantın düsturu B kvadrat çıx 4AC. Yerinə qoyaq. Bunun kvadratı 9 çıx 4 vur 1 vur 11. 9 çıx 44. Neçə edir? Mənfi nə? 35. Olsun 35. İndi bax, mənfi diskriminantın həqiqi kökü yoxdur, amma xəyali kökü var. Necə var? Bizə deyək ki, i kvadrat mənfi 1-dir. Onda mən burada mənfini yığışdırmaq üçün buna 35 i kvadratı yaza bilərəm. Şurada i kvadratını buranın təzədən mənfi 35. Köklərin biri bu deyildi. Mənfi b çıx kök d bölü 2a. Bir də bu idi də x2 bərabərdir. Mənfi b üstə kök d bölü 2a. B'miz mənfi 3'dür. Burada da mənfi var. 3 olur. Çıx kök hatta 35 i kvadrat böl 2 vur a'mız 1'dir. Bu da onun qoşmasıdır da. 3 üstə gəl kök 35 i kvadratı böl 2 vur 1. Mən ədədləri özümdən attım. Bu 36 olsaydı daha gözəl olardı da kök çıxardı. İndi bəlkə kitabda elə olacaq. Mən özümdən atmışam ədədləri. 3'ü əldə emirəm. Buradan i kvadratından kök çıxır amma buradan çıxmır. Olur kök 35 i çöldə olur artıq. Böl 2. Bu birisi də onun qoşması. Belə də qalır. Niyə belə də qalır? Çünki yenə deyirəm 36 olsaydı kök çıxardı. Yəni nəsə bəlkə sadələşdirərdik, 2-yə falan bölərdik. Bunu özümdən yazdım, belə də qaldı. Gördünüz? Yəni köklər diskriminantı mənfi olan kvadrat tənliyin ancaq və ancaq kompleks kök olar. İndi sizə imtahanda sual versə ki, bu tənliyin neçə dənə kökü var? 2 dənə. Bəs neçə dənə həqiqi kökü var? 0, yoxdur. Kökü var, amma həqiqi kökü yoxdur. Ona görə həqiqi sözünə fikir verin. Bildi? Sildim bunu. Görək başqa nə qaldı demədiyim. Sonra sizə deyəcəm, siz seçərsiniz sual. Məsələn, gözümə belə bir maraqlı sual dəyir. 70 ilə 71. Bunları da yazım, sonra siz sual seçin. Test toplusunda səhifə 153. Səhifə 153. Sual 70. Təzə sual oxşuyur. Təzə deyil ki, ona toplu zaten. En daxil en nə deməkdir? Yəni en necə ədəddir? Natural ədəddir. i xəyali vahiddir. Bizdən bunu istəyir. Baxın. Belə bir şey istəyir bizdən. Qulaq asırsınız. Deyir bunu sadələşdir. Bunu necə sadələşdirəcək? Hamı qulaq asır. Bölmədə üstlər neyinir? Çıxılır. i üzəri 15 n-dən 3 n çıx. 12 n. 6-dan mənfi 2 çıxanda, bax 6 çıx mənfi 2 olanda 2 mənfi toqquşur olur nə? 8. Düzdürmü? Belə. Olar amma məsləhət deyil. Uşaqlar, bunlar ikisindən neçəyə bölünür? 4-ə bölünür. Düzdürmü? 4-ə bölünürsə mən bunu i üzəri 3n üstə 2 üstü 4 yaza bilərəmmi? Yaza bilərəm də onu belə. İndi burada n-in yerinə nə qoysan qoy. Məsəl üçün n-in natural deyib də onsuz da n-in yerinə məsələn 1 qoysan, məsələn deyirəm 1 qoysan nə olacaq? i üstünə 5 eləmir bu. 5, onu 4'ə vursan necə eləyəcək? 20. 20. Və yaxud da n-ə 2 qoy. 2 qoysan neçə eləyəcək? 8'i 4'ə vur. 32. Və s. Yəni nə qoysan qoy, aldığın qüvvət 4'ə bölünür də, fikir verirsən. Yəni aldığın qüvvətləri 4'ə böləndə qalıq neçə eləyir? 0 eləyir. İstəyirsən 32-ni 4'ə bölə, fərq eləmir. Qalıq 0 eləyir. Qalıq 0-dırsa i-nin üstünə nə yazırıq? 0. i üstə 0 neçə eləyir? 1. Bildiniz nə deyirəm? Bir də deyirəm. Bu 4 varsa, deməli bu i üstə 0'dır. 0 kimi düşünə bilərsən. O da 1 deməkdir. Bu da maraqlı bir sual. Bir dənə maraqlı sual 71'dir. Onu da izah edəcəm. Sonra siz daha demək o ki, heç nə qalmır. Yadından çıxan nəsə olsa deyərsiniz. Özünüz də baxarsınız da. 71 də yazım səhifə 153'də. Bunu silirəm. 71 də yazıram. Yatmayaq, qulaq asaq dərsə. 71. 71'də belə bir şey deyir. Deyir ki, ax kvadrat üstə gəl bx üstə gələk c bərabərdir 0. Belə bir kvadrat tənlik verib bizə. Deyir, bu tənliyin köklərindən biri nə deməkdir? x1 yəni. Köklərindən biri 4 çıx i olarsa, bizdən istəyir c çıx d böl a-nı tap. Biz kök alt dərsdə dedik ki, köklərin biri verilibsə, o birisi onun nəyi olur? Qoşması. Bu kök kimi düşünə bilərsiniz də bunu. Onda x2 nə olur? 4 üstə i. İndi V teoremi eləyəcəm uşaqlar sizin üçün.
Köklər cəmini kimmə nə deyər burada? 16 nədir? Nə danışırsınız? Bu B-dir, bu A-dır. Mənfi B böl A. Elə olmur. Hər dəfə səhv deyirlər onu. İndi yerinə qoyuram. X1, X2-ni qoyuram yerinə. 4 çıx i, üstə 4 üstə i. Bərabərdir mənfi B böl A. İ'lər getdi. Buradan mənfi B böl A nə oldu? 8. Qoy qalsın. Bəs uşaqlar, köklər hasili nədir? Kimdir? S böl A. Köklər hasili S böl A'dır. Köklərin biri budur, biri budur. Onu vursaq bir-birinə. Müxtəsər düstur olmur. 16 çıx i kvadrat. O da eləyir mənfi 1 daxı bu. Burada da mənfi var. Olur müsbət. Yəni S böl A olur 16 üstə 1, yəni 17. Gördünüz bunu? İndi bizdən bunu istəmir. Gəlin bunu parçalayaq. Kəsiri parçalamaq necə idi? Birinci S-N'ya bölürdük. Sonra mənfi B-N'ya bölürdük. Uşaqlar S böl A-nı nə tapmışıq? 17. Mənfi B böl A-nı tapmışıq? 8. Da çıxma yazmayın. Çıxma çünki var da zaten burada. O da eləyir 25. Belə bir sual. Həm içində Viet teoremi var, həm kompleks ədədlər var, həm kəsirin xassəsi var. Hər şey var da yəni. Kim başa düşməsə bir dənə gedə bilərəm üstüne. Bir dənə baş salım. Bax, bu elə belə verilməz də bizə. Burada nəsə Viet var. Özə köklərindən biri deyirsə, digər kökü də varsa bu Vietdir də, başqa çarəsi yoxdur. Kökün biri verirsə, o birisi 100%, onun nə idi? Qoşmasıdır. Biri 4 çıx idisə, o birisi 4 üstə idir. Biz Vietdə öyrənmişik ki, bu çevrilmiş deyil, axı qabaqda A var. Çevrilmiş deyilsə, tam kvadrat tənlikdirsə, köklər cəmi mənfi B böl A idi, yazmışdım da onu. Köklər asili nə idi? C böl A. Ona görə mən köklər cəmini mənfi B böl A yazdım. Köklər hasilini C böl A yazdım. İndi köklər cəmi deyilsə, bunları topladım da, mənfi i ilə müsbət i getdi, oldu nə? 8. Deməli, mənfi B böl A nədir? 8-dir. Köklər hasil deyəndə bunları bir-birinə vurdum. Ya da o da müxtəsər vurma düsturu oldu. Birincinin kvadratı çıx ikincinin kvadratı. İ'nin kvartı mənfi 1'dir. Burada da mənfi var. Nə olur? Müsbət olmur. Olur 17. Deməli C böl A 17'dir. İndi bunu parçaladım. Bax, birinci bunu buna böldüm, sonra bunu buna böldüm. C böl A mənfi B böl A. C böl A'mız bizdə neçə idi? Mənfi B böl A'mız 8 idi. Ona görə müsbət 8 yazdım. Əgər burada, məsələn, burada mənfi olmasaydı, müsbət olsaydı, bura mənfi olsaydı, burada çıx 8 yazacaqdım. Buradakı çıxma ilə buradakı çıxma eyni şeydir, yəni müsbət 8 yazdım. Əncamə. AB var orada, nə bilim. Bəlkə də onlar yoxlamaq lazımdır. Yadda saxla da, qoşma olur ikinci kök. Uzadacaqsan, ilişib qalsan, sonra həvəsdən düşəcəksən. İndi evə bir dənə belə bir sual yazdım, sonra evə verim. Belə bir misal yazacağım sizin üçün. Qulaqsın. Bunu da yazdım. Bax, məsələn, yazır ki sənə misalda. Z1 bərabərdir 1 çıx i, Z2 bərabərdir 1 üstə i, məsəl üçün. Düzdürmü? Daha doğrusu belə. Və bizə deyir ki, Z1 vur, Z2-ni tap. Uşaqlar, bunları bir-birinə neyin edirik? Vururuq. Gəl vuraq, bunu vururuq, buna. Biz qüvvət üstünün xassəsindən bilirik ki, Nəsib, əmsallar fərqlidirsə, qüvvətlər eynidirsə, əmsalları bir-birinə vurub, üstünə bir dənə həmin qüvvəti yazmaq lazımdır. Bu müxtəsər düstur olmadı. Necə açılar bu? 1 çıx i'nin kvartı. Üstündə də 7 var. i kvadrat neçədir? Mənfi 1, bu da mənfi. Müsbət 1 olmadı. Yəni 2 oldu da burada. Bu mənfi 1'dir, bu da mənfi. Müsbət 1, bu da 1, 2. 2 üstü 7'də 2'ni 7 dəfə özünə vurmaq deməkdir. O da 128 edir. Evə tapşırıq verirəm. Ürəvi istədiyi sualı yaza bilərəm. Səhifə 151 də başlayır ikinci hissə. Köhnə, təbii ki, təzələ çıxmayıb. Səhifə 151-dən axıra kimi verirəm. Cəmi 93 tapşırıqdır. Bir 10 dənəsinə yaxın mən yazdım burada ən çətinləri. Bunu gələn 6-cı gün yoxlayacağım. Gələn 6-cı gün əlavəmizdə yoxlayacağım. İstəsəz öz dərsimizdə də yoxlaya bilərəm. Mənə fərqi yoxdur. Yaza bilsəz öz dərsimizdə yoxlayaq. Yaza bilməsəz gələn 6-cı gün yoxlayaq. Dərsimiz bu qədərdir. Çəkilişi dayandırıram. Yenə suallarınız olsa verərsiniz.